Hər vaxtınız xeyir əziz izləyicilər. Bugün sizinlə yeni bir layihə olan Sual Altında proqramının ilk buraxılışında görüşürük. Proqramımızda cəmiyyətdə müzakirə olunan, sizi düşündürən və bir çox sual altında qalan məqamlara aydınlıq gətirəcəyik. Qeyd etmək istəyirəm ki, proqramımızı naxçıvanxəbərləri.az saytının YouTube, Instagram və Facebook sosial platformalarından izləyə bilərsiniz və mövzu ilə bağlı fikirlərinizi də şərh bölməsinə yaza bilərsiniz. Bugünkü mövzumuz, yəni ilk mövzumuz olduqca aktualdır. Uşaqlar və gənclər sosial şəbəkədən necə istifadə edir? Bu suallara aydınlıq gətirmək üçün studiyamızın qonağı Qüsursuz Nitq və Psixologiya Mərkəzi Naxçıvan filialının icraçı direktoru, defektoloq və loqoped Leyla Kərimdir. Leyla xanım, xoş gördük. Çox sağ olun, təşəkkür edirəm. Yaxşı olasınız. Mövzumuzla artıq tanışsınız və mən istədim ki, ilk sualımı ünvanlayım sizə. Ümumiyyətlə, uşaqlar sosial şəbəkədən daha çox öyrənir, yoxsa bundan zərər görürlər? Belə deyə bilərəm ki, sosial şəbəkələr ucsuz-bucaqsız bir kitabxana, həm də nəzarətsiz bir meydançadır. Bu cür təsəvvür eləyək. Bunu arasındakı fərq isə bunun dozası və məqsədidir. Biz hansı vaxt aralığında və nəyə baxırıq, bunu bilməliyik. Bunu da əsasən valideynlər nəzarət eləməlidir. Əsas, belə deyim də, sosial şəbəkənin zərarlı tərəfləri diqqət dağınıqlığı, ünsiyyət problemləri, erkən yaşda ümumiyyətlə ekran asılılığı gətirib nitq inkişaf ləngiməsinə çıxarda bilir. Yəni hətta cəmiyyətdə ünsiyyət qurmaqda da belə çətinlik çəkir. Bəli, ünsiyyət problemlərinə, belə deyim, real ünsiyyət problemlərinə mane olur. Amma bunun yaxşı tərəfləri, faydalı tərəfləri də var ki, bunlar əsasən biz məsələn hansısa bir mövzu haqqında araşdırma aparmaq istəyirik və ya uşaqlar dil öyrənmək istəyir, işimiz haqqında araşdırmalar eləyirik. Bu sürətli şəkildə və rahat, tez çata bilən istədiyimiz məlumatları əldə edə bilərik. Yəni belə deyə bilərəm sonda ki, qısa olaraq nəzarətsiz ekran, yəni baxanda vaxt itkisidir. Şuurlu şəkildə baxmaqsa bizim inkişafımızdır. Bəs elə bir məqam olur ki, valideyn uşağın əlindən telefonu alır. Sizcə problem məhz telefondur, yoxsa valideynin düzgün davranmaması? Yox, telefonu almaq, yəni valideyn əgər bu telefonu alırsa uşaqdan, onun yerini doldurmaq üçün hər hansı bir fəaliyyəti olmalıdır. Bir məşğuliyyətlə təmin etməlidir. Bəli, məşğuliyyət olmalıdır. Bu telefonu almaq, qadağa qoymaq problemi həll eləmək demək deyil. Yəni bu telefonu aldınsa və ya ekran qadağası qoydunsa uşağa, bunun əsasında uşağın yəni o boş vaxtını, asudə vaxtını hansısa bir məşğuliyyətlə, öz diqqətinlə, bəli, adicə diqqətlə, valideynlər diqqət eləməlidir uşaqlarına. Yəni uşaq bu diqqəti digər, məsələn deyək, virtual aləmdən axtarmalı deyil, valideyndən götürməlidir bunu. Sosial şəbəkələr gənclərin düşüncə tərzində dəyişir. Və bu mövzuya da toxunaq. Köklü şəkildə dəyişir düşüncə tərzin. Gənclər daha çox təsdiq gözləyirlər, hansısa bir bəyənmə gözləyirlər. Yəni bu gənclərin həyatında ideal həyatı görürlər. Ümumiyyətlə bilirik də sosial şəbəkələrdə ideal şeylər göstərilir. Yəni arxa tərəf görsənmir, bəli. Mən də mükəmməl olmalıyam deyə özgüvənsizlik yaranır. Yəni bunu gördükcə ki, məsələn bunun həyatı budursa, məndə niyə yoxdur? Artıq başlayır özgüvənsiz olmağa, özünün hansısa bir hərəkətləri mənfiyə doğru yönəltməyə və öz psixikasına təsir göstərən bir şey olur. Yəni mən nə düşünürəm deyə yox, neçə bəyəni toplayaram, bunu paylaşım. Yəni neçə bəyəni toplayaram, bu üzərindən artıq gedir gənclərdə düşüncə tərzi. Leyla xanım, bilirik ki, 27 fevral 2026-cı il tarixli uşaqların rəqəmsal mühitdə zərərli məzmunlardan və təsirlərdən qorunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı bu mövzuda yeni bir mərhələ açdı. Sizcə cəmiyyətdə bu sərəncam nəyi dəyişəcək? Mənə elə gəlir ki, bu sərəncam dövlət səviyyəsində olduğu üçün köklü dəyişikliklər olacaq. Yəni internet provayderləri olsun, təhlükəli məzmunlar olsun, operativ şəkildə və sürətli şəkildə bloklanacaq. Yəni bu həm biz tərəfdən, həm valideynlər deyək də, yəni tərəfdən çox alqışlanan bir məsələdir. Çünki zəmanəmizdə görürük ki, bu dövrümüzdə
nə qədər problemlər yəni tam olaraq virtual aləmə görə baş verir. Yəni məktəblərdə olan problemlər. Hətta bu son dövrlərdə olan bir çox problemlər, elə qardaş ölkə Türkiyədə də baş verən son hadisələr məhz sosial şəbəkənin qaranlıq tərəfidir. Və bu sərəncamla belə deyim, biz artıq o təhlükəli gördüyümüz, uşaqlarımızı qorumağa çalışdığımız internet, belə deyim, virtual aləm o mühitdən çıxacaq və inşallah yaxşı, gözəl, təhlükəsiz, sadəcə maarifləndirici belə deyək, içəriklər deyək də, onlara baxmaq üçün bizim üçün şərait yaradacaq. Yəni buna çox ümid eləyirəm ki, dövlət səviyyəsində olduğu üçün tez bir zamanda və sürətli olacaq. Dövlət tərəfindən lazımi tədbirlər görülür. Bəs biz cəmiyyət olaraq buna riayət edirikmi? Belə deyim, sərəncam dövlətin təhlükəsizlik kəməridir. Amma sükan arxasında olan bizik, yenə də bizik. Biz buna riayət eləməliyik. Hansısa bir valideyn övladının əlinə telefonu verirsə, onu belə deyək, ucsuz bucaqsız bir okeana deyək də buraxırsa, yəni dövlət buna neynəsin? Biz hər şeyi dövlətdən və məktəbdən gözləyə bilmərik. Yəni bu ailədən başlayır. Öncə də qeyd etdiyim kimi, telefonu uşaq evdə, ailədə görür. Ailədən başlamalıdır bunun təməli. Biz ümumiyyətlə bu barədə proqram müddətinə danışırdıq və istərdim ki, verəcəyim bu suala biraz geniş cavab verəsiniz. Uşaqlar sosial şəbəkədən istifadə etmək, telefondan istifadə etmək məktəbdənmi öyrənir, yoxsa ailədənmi? Məktəbdən yoxsa ailədən. Bu bilirsiniz nəyə bənzəyir? Təyyarənin sağ qanadı mı daha çox önəmlidir, yoxsa sol qanadı mı önəmlidir? Yəni bunun hər ikisinin özünə məxsus, əvəz edilməz bir rolu var. Yəni məktəb ailənin boşluğunu doldura bilməz. Ailə də məktəbin boşluğunu doldura bilməz. Amma biz yenə də hər şeyi məktəbdən, dövlətdən gözləyə bilmərik. Və ailədən başlamalıdır. Yəni düşünməliyik ki, bu hardadır? Ailənin içində, uşaqların cibində, yəni ailəmizdə. Əgər bir valideyn telefonla çox vaxt keçirdirsə, yəni virtual aləmdə olsun, biz işimizlə bağlı da bunu eləyə bilirik. Amma bu bizim əlimizdə bu uşaq görürsə, mən də niyə istifadə eləməyim? Valideynim eləyir, mən niyə bundan çox baxmayım deyə düşünür və ailənin qoyduğu qadağalara bir fon səsi kimi belə deyək də yanaşır. Ki artıq bu istifadə eləyirsə, mən də istifadə eləyə bilərəm. Leyla xanım, sosial şəbəkələr uşaqlarda hansı psixoloji dəyişikliklər yaradır? Virtual aləm ümumiyyətlə uşaqların psixikasına mənfi təsir göstərən amillərdir. Öncə də qeyd elədiyimiz kimi uşaqların diqqətində, davranışında, hətta nitq inkişafının ləngiməsində problemlər yaradır və bununla yanaşı da özünü təsdiq formalaşır uşaqda və belə deyim, uşaq əgər valideyn tərəfindən diqqət olunmursa, belə deyim də sizə, mükafatlandırılmırsa, qiymətləndirilmirsə, uşaq bu diqqəti artıq başlayır virtual aləmdən digərlərindən diqqətsizliyi, özünə diqqət ayırmaq üçün məcbur sosial şəbəkədən istifadə edir. Bəli, sosial şəbəkələrdən istifadə edir. Buna görə də valideyn nəzarəti mütləq olmalıdır. Bəli, mütləq şəkildə. Gənclərdə də mütləq olmalıdır. Bəli, bu nəyə baxdığından və hansı aralıqlarda baxdığından. Yəni buna valideyn diqqət eləsə. Bir saat limiti varmı uşaqlarda sosial şəbəkədə vaxt keçirməli? Yəni saat limiti mütləq olmalıdır. Çünki bütün gün ərzində uşaq baxanda, mən burada belə deyim ki, bir tərəfli ünsiyyət yaranır və hətta onun nitqinə belə təsir göstərir. Yəni alıcı nitq formalaşır, sadəcə verici nitq formalaşmır. Burada başlayır hansısa nitq geriləməli, psixikasında ümumi gerilmələr, yəni stereotip davranışlar, hətta ətraf aləmdən dediyim kimi təcrid olunma kimi olurlar. Yəni telefona, televizora daha çox baxdıqda. Lazımsız informasiyaları da qəbul etmək daha çox zərərlidir deyə düşünürəm uşaqlar üçün. Bəli, o reels videolar var, tez-tez keçir, qısa-qısa. Ona görə də müəyyən kontentlər aralığında valideyn nəzarəti altında izləsələr uşaqlar məncə daha yaxşı olar. Çünki belə baxıram ki, artıq biz uşaqları sosial şəbəkələrdən uzaq saxlaya bilmirik. Hətta deyərdim ki, reels videolarına
baxmasın. Yəni onlar sürətli şəkildə olur, qısa olur və tək uşaqlarda deyil, gənclərdə də artıq səthi düşünməyə gətirib çıxardır. Çünki orada tez-tez keçir, uzun bir mətnləri, belə deyək, düşünmə tələb eləyən mətnləri artıq oxuyub düşünməkdə belə çətinlik çəkirlər. Leyla xanım, bəs sizə bu barədə müraciət edən olubmu? Misal olaraq özünü ifadə etmə bacarığı olmasın, ümumiyyətlə sosial şəbəkənin törətdiyi fəsadlarla qarşılaşan uşaqları gətiriblərmi yanınıza? Bəli, əlbəttə. Dövrümüzün ən aktual problemi olduğu üçün daha çox da bu problemlə gəlir uşaqlarımız. Yəni valideynlər gəlir, hətta uşağın əlindən telefonu ala bilmir. Bizdə bir uşağımız var idi ki, valideyn qapıdan içəri girən kimi uşaq kimin əlində telefon görürdüsə onun üstünə qaçırdı. Yəni biz onu telefondan uzaqlaşdırmaq üçün, yəni bu da amma tək tərəflər olmalı deyil. Valideyn də burada işləməlidir. Biz burada əgər bu uşağın telefondan uzaqlaşmasına şərait yaradırıq, bunun üzərində işləyiriksə, valideyn evdə telefonu verirsə, yenə də burada hansısa bir belə deyim anlaşılmazlıq olacaq və uşaq deyəcək ki, bunu burada vermirlər, orada verirlər. Yəni tam olaraq ailə ilə birlikdə işləmək lazımdır, paralel şəkildə işləmək lazımdır. Bəs uşağa telefon vermək rahatlıqdır yoxsa məsuliyyətsizlik? Bu qısa müddətli rahatlıq ola bilər, amma uzun müddətli bir məsuliyyətsizlikdir. Çünki bir çox valideyn baxırıq ki, rahat olmaq üçün belə deyim də, yəni özləri belə deyirlər ki, biraz istirahət eləyim, uşaq da telefonla məşğul olsun. Bəli, amma bu rahatlıqda qazandıqları o asudə vaxtın bədəlini bir həyat boyu ödəyirlər. Yəni bu uşağın dediyim kimi inkişafının geriləməsinə gələndə artıq valideyn, çünki uşağın beyni inkişaf elədikcə nitq inkişaf eləyir. Yəni bu beyni telefon, virtual aləm dayandırırsa, inkişaf eləmirsə, nitq olsun, davranışlar olsun, hər biri geridə qalır. Yəni valideyn də bir uzun müddət bu uşağın bunu korreksiya etməyinə görə çalışır və mərkəz gəzdirir. Amma valideyn bunu vaxtında müəyyən aralıqlarda təyin eləsə, ümumiyyətlə belə deyim, heç ümumiyyətlə verməsə daha yaxşı olar. Uşaqların, çünki zəmanəmizdə bilirik ki, problem daha çoxdur. Əvvəl bu deyirdilər, məsələn, indi özləri də deyir ki, yəni cəmiyyətdə eşidirik ki, əvvəl belə problemlər yox idi. İndi niyə var? Yəni indi bu problemlərə görə var. Bəli, əvvəl yəni uşaqlar bəli telefon bizim öz dövrümüzdən deyək, telefon bilmirdik nədir. Biz oyunlar oynayırdıq, həyətdə oyunlar oynayırdıq. Bu da hətta sensor tərəfdən bizə belə deyim, faydalı olan oyunlar idi. İndi uşaqların o sensor problemləridir, virtual aləmdə olan o diqqətsizlikdir, diqqət dağınıqlığıdır. Ona görə indi bu qədər böyük formada gəlir. Leyla xanım, az öncə vurğuladınız ki, uşaqlara telefon verilməsə daha yaxşı olar. Bəs bu qadağalar sizcə uşaqları qoruyur, yoxsa onları daha çox maraqlandırır sosial şəbəkəyə? Ümumiyyətlə qadağalar bilirik ki, daha çox maraq yaradır. İstər böyük olsun, istər uşaq olsun, qadağa varsa orada maraq olur. Valideynlər bunu qadağa şəklində yox, sadəcə maarifləndirmə şəklində eləməlidir. Səbəbini izah eləməlidir. Niyə olmaz, hansı aralıqda olar? Yəni bu qadağanı qoyub, qadağa problemi həll eləmir. Yəni onun səbəbini izah eləsək uşaq biləcək və biz özümüz də müəyyən qədər azaltsaq istifadəni, uşaq da bizdən görəcək və o formada az istifadə eləməyə başlayacaq. Bəs burada valideyn necə maariflənsin? Ümumiyyətlə indi çoxdur. Biz valideynlər çox məlumatlıdır əslində. Maarifləndirici bizə belə deyim də hansısa bir problemlə olsun, ümumi bu internet barəsində olsun, məlumatlandırıcı videolar çoxdur. Məlumatlandırıcı məqalələr çoxdur. Amma buna biz riayət eləmirik. Yəni belə deyim, hansısa bir uşağın mərkəzə gətirən valideyn belə onun problemi haqqında çox məlumatlıdır. Yəni araşdırır, oxuyur, baxır, amma özü əməl eləmir. Valideynlərə son olaraq nə deyə bilərsiniz? Məhz bu barədə diqqətli olmaqları üçün. Valideynlər telefonu əgər uşaqdan alırlarsa, onu istifadəsini istəmirlərsə, uşağın boş qalan əllərin sevgi ilə, qayğı ilə, diqqətlə və hər hansı bir ikilikdə olan fəaliyyətlə doldurmalıdır. Çünki uşağın o boşluğu, virtual boşluğu yalnız sevgi ilə sağalır. Çox sağ olun Leyla xanım, təşəkkür edirik. Ümid edirəm ki, söhbətimiz faydalı oldu. Elə izləyicilərə də, elə şəxsən mənim özümə də söhbətinizdə maraqlı oldu. Minnətdarıq, təşəkkür edirik. Çox sağ olun, mən təşəkkür edirəm sizə.
Əziz izləyicilərimiz, Sual Altında proqramının ilk buraxılışının sonuna gəlib çatdıq. Bugünkü mövzumuz uşaqlar və gənclər sosial şəbəkədən necə istifadə edir və bu mövzuda sual altında qalan bir çox məqamlara defektoloq Leyla Kərim aydınlıq gətirdi və proqramımızın əvvəldə də mən qeyd etmişdim ki, məhz siz bizi naxçıvanxəbərləri.az saytının YouTube, Instagram və Facebook sosial platformalarından izləyə bilərsiniz. Mövzu ilə bağlı fikirləriniz vardısa, rəy bölməsinə yaza bilərsiniz. Növbəti buraxılışda görüşənədək hələlik.